Bağ kəsmə çalışmasından hər birinizi salamlayıram. Çalışmaya başlamazdan öncə bir stəkan su için və heç kimin sizi narahat etməyəcəyi bir alana keçin. Onurğanızın düz və bütün bədəninizin rahat olacağı şəkildə uzanın və ya oturun. Dərin bir nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. Dərin bir nəfəs alın, alın və yavaş-yavaş nəfəsinizi verin. Dərin bir nəfəs alın, alın və yavaş-yavaş nəfəsinizi verin. Hər nəfəs alıb verdikcə bütün bədəninizin rahatladığının şahidi olun. Alnınız, gözləriniz, göz qapaqlarınız, yanaqlarınız, çənəniz, diliniz, saç dibləriniz və bütün başınız rahatlayır. Çiyinləriniz, qollarınız, əlləriniz və əl barmaqlarınız rahatlayır. Kürəyiniz, sinəniz və qarın boşluğunuz rahatlayır. Dərin nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. Çanağınız, budlarınız, dizləriniz, topuqlarınız, ayaqlarınız, ayaq barmaqlarınız, ayaqlarınızın altı tam rahatlayır. Ayaq barmaqlarınızdan saç diblərinizə qədər yüksələn rahatlığı hiss edin. Dərin nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. Hər nəfəs aldığınızda bədəninizin nə qədər rahatladığını və hər nəfəs verdiyinizdə isə bədəninizdə olan bütün neqativlərin bədəninizi tərk etdiyini hiss edin, xəyal edin. İndi isə sizinlə kiçik bir səyahət edəcəyik. Özünüzü bir yolun kənarında təsəvvür edin. Və yavaş-yavaş həmin yolla addımlamağa başlayın. Yola diqqətlə baxın. Düz yoldumu? Daşlıq qayalıqdımı? Yaşıllıqdımı? Və ya kənarları qurumuş otlarla, kəsəklərlə doludumu? Necə bir yolda gedirsiniz? Diqqətlə ətrafınıza baxın. Və yolunuza davam edin. Dərin nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. İrəliləyin və yolun ucunda bir ev görəcəksiniz. Addımlamağa davam edin və yaxınlaşın o evə. Bu ev balaca, bir otaqlı, köhnə bir evdir. Mən 3-ə qədər sayacağam və siz qapını açaraq evin içinə daxil olacaqsınız. Dərin nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. Bir daha dərindən nəfəs alın və yavaşca nəfəsinizi verin. 2
Daha dərindən nəfəs alın, alın, alın və yavaş-yavaş nəfəsinizi verərkən 3 və siz ehmalca qapını açıb otağa daxil olursunuz. Otaqda heç nə yoxdur. Bu otaq bomboşdur. Və otağın pəncərəsindən otağa günəş işığı süzülür və otağı işıqlandırır. İndi isə otağın bir kənarında durun və qarşınızda kiminlə negativ bağlarınızı kəsmək istəyirsinizsə və ya kimlərlə negativ bağlarınızı kəsmək istəyirsinizsə, həmin insanı və ya insanları qarşınızda təsəvvür edin. Onlar sizin qarşınızdadır və sizin onlara deyəcəklərinizi səbirsizliklə gözləyirlər və onlarla aranızda negativ bağlar var. Ürək çakranızdan, sinənizin tən ortasından bağların, iplərin, düyünlü iplərin çıxdığını təsəvvür edin. Və həmin insanların qəlb çakraları ilə birləşdiyini xəyal edin. Düyünlü, qara, bozumtul iplər qəlb çakranızdan çıxır, qarşınızda olan həmin insanların hər birinin qəlb çakrasına gedir və sizi birləşdirir. Bunlar negativ bağlarınızdır. İndi isə illərlə yığıb saxladığınız, demək istəyib deyə bilmədiyiniz, boğazınızda düyümlənib qalan, sizi hər zaman boğan bütün sözlərinizi qarşınızdakı insanlara deyə bilərsiniz. Boşaldın ürəyinizi. İllərdir demək istəyib deyə bilmədiyiniz hər şeyi deyin. Artıq onlar sizi dinləməyə hazırdılar. Artıq illərin yükündən, negativindən, blokajlarından və travmalarından azad olmağın zamanıdır. Artıq sizin söz azadlığınız var. Duyğularınızda azadsınız. Fikirlərinizdə sərbəstsiniz. Artıq siz özünüzü çox möhtəşəm şəkildə ifadə edə bilirsiniz. Bütün ürəyinizdən keçən, demək istədiyiniz hər şeyi deyin. Onları qarşınızda çox aydın şəkildə görürsünüz. Və onlar sizi çox səbirlə, təmkinlə dinləyirlər. İndi isə onlara deyin. Bütün bu yaşananlara baxmayaraq, mənə etdiklərinizə, mənə yaşatdığınız negativlərə baxmayaraq, mən sizi bağışlayıram. Sizi sevirəm. Bilərək və ya bilməyərək, fərqində olaraq və ya olmayaraq etdiyiniz bütün səhvləri bağışlayıram. Və əgər mən də sizə qarşı hansısa bir səhv etmişəmsə, bilərək və ya bilməyərək, fərqində olaraq və ya olmayaraq sizə qarşı bir yanlışım olubsa, mən də sizdən üzr istəyirəm. Dərindən nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. Bu halallıqdan sonra
Onların üzündə yaranan təbəssümü görün. İçinizin necə fərahladığını hiss edin. Necə rahatladığınızı, necə negativlərdən azad olduğunuzu hiss edin. Və o qəlbinizdən çıxıb onların qəlb çakraları ilə birləşən qara düyümlü iplərin qırıldığını və yoxa çıxdığını görün. Onlar yavaş-yavaş tən ortadan qırılır və əriyərək yoxa çıxır. Bunun əvəzinə qəlb çakranızdan işıq dolu, Yaradanın şərtsiz sevgi işığına bürünmüş, tam şəffaf, işıl-işıl yanan sevgi bağları yaranır. Qəlbinizdən çıxır, onların qəlblərinə doğru işıq saçaraq, parlayaraq uzanır və birləşir. Artıq sizi yalnız sevgi bağları birləşdirir. Artıq sizi yalnız xoşbəxtlik bağları birləşdirir. Artıq bağışlamağın və bağışlanmağın nə qədər möhtəşəm bir hiss olduğunu bilirsiniz. Bunu duyursunuz, hiss edirsiniz. Və sizi birləşdirən bu işıq bağlarından necə möhtəşəm sevgi işığının yayıldığını, çoxaldığını və qəlb çakranızdan bütün bədəninizə doğru dolduğunu hiss edin, görün, xəyal edin. Bu bağlardan yayılan işıq bütün bədəninizə dolur və siz tamamilə işıq saçırsınız. Bütün bədəniniz parlayır və qarşınıza baxırsınız. Qarşınızda olan insanların üzlərində təbəssüm dolu, həmin işıqda yavaş-yavaş uzaqlaşdığını və üzləri təbəssüm dolu o işıqda yoxa çıxdıqlarını görürsünüz. Dərin bir nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. Necə sevgi işığı ilə parladığınızı hiss edin. Artıq fərahlamısınız, rahatlamısınız, xoşbəxt və sevgi dolusuz. Bir yandan özünüz parlayırsınız, bir yandan isə pəncərədən düşən günəşin işığı sizi isidir. Və bu möhtəşəm hisslərlə siz olduğunuz yerə geri qayıdırsınız. Yavaş-yavaş qapını açın. O otaqdan çıxın və gəldiyiniz yolla geri qayıtmağa başlayın. Bu yol da artıq dəyişilib. Bu yolun bütün kənarlarında çiçəklər açıb. Quşların səsi gəlir. Günəşin işığı sizi isidir. Və bu huzur dolu yolla olduğunuz yerə geri qayıdırsınız. Dərin bir nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. Dərin bir nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. Hazır hiss edəndə gözlərinizi açın və gülümsəyin. Şifa olsun. Şifa oldu.